Ayaq ağrılarının yayılmasının səbəbi çoxdur. Bax, indi Zemfira xanım, Zemfira anamız dedi. Orada təbii ki, çəki, artıq çəki mühüm rol oynayır. Kiçik bir oynağa, kiçik bir nazik ayağa o boyda çəkib. Bəzi adamlarda görsən 120, 130, 150, 185, 195 kilogram, 200 kilogram o neynəsin yazıq ayaq ona. Bunun səbəbi ola bilir. O sümüklərdə dəyişiklik baş verə bilir. Sümüklərin başında yeyilmə, oynaqdakı mayenin azalması, orada səs-küy yaranır, ağrı yaranır. Ya bəzən görürsən ki, iltihab nəticəsində artrit yaranır, onun nəticəsində də ağrılar ola bilir. Və yaxud da ürək-damar çatışmamazlığından görürsən, qanı yaxşı çəkib apara bilmir. O da ayağı şişirdir. O da ayağı şişirdir. Fil xəstəliyi var. Fil xəstəliyi dəhşətdir. Ayağı o qədər şişir ki, elə bilirsən, keçmişdə bu həmişə bir kişilərdən qalma, mən də uşaq idim. Kişilərdən qalma, nə gözəl xanımdır, nədir? Nə gözəl ayaqları var. Sən demə, bu xəstəlik imiş. Tökmə yuxarıdan aşağı elə bilginən ki, onu memar töküb ayaqlarını. Ayaqlar parıldayır və çox şişkin vəziyyətdə. Və ayaq pəncəsi də kiçikdə, o şişkinlikdə olmur, nisbətən bəzən o da olur. Xanımlarda olur da yer xəstəliyi, yoxsa kişilərdə də olur? Fil. Fil xəstəliyi qadınlarda olur ancaq. Ən çox qadınlarda olur, kişilərdə də ola bilər, ancaq əsas qadınlarda olur. Bəzən o dərəcədə şişir ki, dəri partlayır, su tökülür, yaram ələ gələ bilər. Əziyyət çəkirlər yeriməyə, hərəkət etməyə. Fil xəstəliyinin hələlik bir mənalı şəkildə müalicəsi yoxdur. Yanaşı kömək eləyirik, yanaşı. Yanaşı kömək çox əziyyət çəkməz, ancaq bir mənalı ki, fil xəstəliyini mən müalicə eləyəcəm, hələ bu yoxdur. Ondan başqa, dediyim, varikoz damar xəstəliyi, ən çox görürsən bir ayaqda olur, bəzən iki ayaqda olur. Ayaqlarda damarlar ən çox qadınlarda hamiləlikdən sonra yaranır və məsələn, irsiyyətlə yaranır. Mənim məsələn, nəslimizdə, kökümüzdə biz atadan, babadan keçmə sağ ayağımızda varikoz damar var. Təbii ki, biz onu zəli ilə qoymuruq, inkişaf eləsin. Əməliyyatı tamamilə aparırsınız onu? Aparmırıq. Yəni, rahat həyatını yaşayırsan da, varikoz damarların tromblaşmağa və infarkt, insult verməyə ehtimalı çoxdur. Zəli qoyanda 6 ay qan duru qalır, təhlükəsiz yorğunluğunu götürür, ağrını götürür, qan dövranını yaxşılaşdırır. Yəni, heç bir risk faktoru yoxdur. Heç bir risk faktoru yoxdur. Bir mənalı şəkildə 6 ay infarkt olanmaz, insult olanmaz, tromb əmələ gələ bilməz. Burada tromb ehtimalı çoxalır. Yəni, bax, nə qədər ayaq xəstəliklərinin yaranmasında, bir də tutaq ki, revmatizm xəstəlikləri, bir də revmatoid polartrit. O daha dəhşətli bir xəstəlikdir, yəni müalicəsi də xeyli çək. Bütün oynaqları görürsən, əmələ gəlir və oynaqların quruluşunu pozur, əyilmələr verə bilir. Yəni, səbəb çoxdur, ancaq mütləq mənada, bəzən görürsən ki, belə sual verir də, indi veriliş qutarı, deyir, verilişdə səni gördüm. Onun müalicəsini deyir, siz sual verəndə təqribi deyən kimi deyir, bir təqribi bir müalicə deyir. Təqribi olmaz. Çünki sən bunu dedin, bilmirsən. Bayaqca bir uzi şəkil atır, rengen şəkil atır, MRT şəkil atır. Şəkillə qiymət mi vermək olar? Adam var oradakı yazı ilə xəstənin vəziyyəti uyğun gəlmir. Mən deyirəm, razılaşmıram. Deyirəm, get bir də yoxlat. Yoxladığında başqa bir şey. Çünki mən praktik həkiməm. Seyfəddin doktor klinikasında, əziz tamaşaçılarımız, tutaq ki, çox klinikalarınız pula görə, əlində sənin müayinələrinin cavabı var da, tutaq ki, bir ay bundan qabaq, 15 gün bundan qabaq başqa klinikada keçirdin sən. Gəlirsən bu birisi klinika, birlikdə təzdən keç. Bəlkə mənim pulum yoxdur, get bu birisi təzdən keç müayinələrdən gəl. Məsələn, doktor elə eləmir. Elə köhnə əlimizdə olan... Yox, təzədirsə də, yəni bir ay, 2 ay, 3 ay. Daha bu keçənkini gətirəndə təbii ki, yaramaz. Ancaq yəni qəbul edirik, tam şərikəm. Bu gün analiz verir, əlinə götürüb analizin cavabını. Gedir başqa bir klinika deyir, yox, mən buna inanmıram yenidən. Elə şey mi olur, niyə inanmırsan?